Tərifə layiq 3 otaqlı, yeni təmirdən çıxmış 2 ev layihəli bir mənzilimizi göstərirəm sizlərə. Mənzilimiz tam şəkildə sıfırdan sökülmüş və yenidən santexnik elektrik xətləri çəkilmişdir. 9 mərtəbəli binanın 6-cı mərtəbəsində təmir olunmuş bu mənzilimizin qiyməti 235 min manatdır. Mətbəx hissəmiz döşəmə isti döşəmədir. Özünə təmir olunmuş, yaşayış olmamış mənzil axtaran müştərilərimiz üçün gözəl bir seçimdir. Kondisioner xətləri çəkilib, kondisionerlər yerləşdirilib, balkonlar otağa qatılıb, bloka kimi mənzil sahibimiz təmir edib, həqiqətən zövqlü şəkildə təmir olunmuş bir mənzildir və kim alacaqsa Allah xeyrini versin. Bura mənzilimizin qonaq otağıdır. Bütün otaqlara kondisionerlər yerləşdirilib. Qonaq otağımızın qarşısından eyvana çıxış var. Pəncərələr yenisi ilə əvəz olunub. İlkin anda baxarkən qiymət baha görünsə də, görülən işləri görəndə həqiqətən bu mənzili almağa dəyər. Kombi sistemi çəkilib, radiatorlar yerləşdirilib. Mənzilimiz Əhmədli və Xalqlar metro stansiyaları yaxınlığında KTV ilə üzbəyüzdə yerləşən 9 mərtəbəli binalarda yerləşir. Bura mənzilimizin sanitar qovşağıdır. Burada hamam otağı, qazı su işığı daimidir. Qiyməti 235 min manatdır. Kim alacaqsa Allah xeyir versin. Həqiqətən almağa dəyər, gözəl bir mənzildir.